Külək, yağış, günəş, həyat səfəri, uşaqlıq üfüqündən uzaqlaşmaq. Bu uşaqlıq üfüqü elə bir üfüqdür ki, çox tez bir zamanda Məhəmməd Təqinin gözləri önündə yox olub aradan getdi. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Allah Taala qapını açdı. Ancaq bəziləri hansısa xüsusi bir iş görməmişdən öncə elə bir məqama və ali səciyyələrə sahib olurlar ki, qeybi yolla Allahın sifətlərinin xəzinəsindən onların vücudlarına əta edilmiş olur. Bütün bunlar Allahın lütf və kərəmindən başqa bir şey deyil. Bu, Allahın iradəsidir. Aləmdə yalnız bir iradə və bir təqdir var. Qəba altında olan Allah dostları o şəxslərdir ki, onları Allahdan başqa heç kim tanımaz. Onların tanınmamasının səbəbini də Əmir əl-Möminin belə bəyan edir. Əcsamuhum fid-dunya, ərvahuhum fil-axirə. Onların bədənləri bu dünyadadır, ruhları isə axirətdədir. Bizim onların məlakut aləmindən xəbərimiz yoxdur ki, onları tərif edə bilək. Məsumluq bir nemətdir ki, doğulduqdan sonra hər kəsə əmanət olaraq verilir. Ancaq Əbul-Bəşər Adəmin dövründən bugünədək çox az insan bu əmanəti əzmkarlıqla qoruyub saxlaya və sahibinə qaytara bilib. 1295-ci şəmsi ilində Mirzənin evində yenə də məsum bir uşaq səsi eşidildi. 7 il öncə Təqdir 1-ci Məhəmməd Təqini onlardan alandan sonra Mirzə belə bir günün intizarını çəkirdi. Ola bilsin ki, bu illər öncə gördüyü həmin yuxunun yozumu olsun. Belə bir ehtimal çox təbiidir. Ola bilsin, Allah Taala ikinci dəfə lütf etdi ki, bu uşağa qarşı daha çox diqqətli olsunlar. Bunun adını vəsvaslıq qoymayaq. Hər halda Allahın bu nemətinə qarşı daha çox diqqət yetirilsin. Yeni bir Məhəmməd Təqinin verilməsinin şükrü olaraq, onun inkişafı və dini tərbiyəsinə daha həssas yanaşılsın. Mirzə və Mərziyə nigarandırlar. Ancaq nə edə bilərlər? Ruzigar öz axarı ilə gedir. Getdikcə hər şey daha da çətinləşir və ağırlaşırdı. 1295-ci şəmsi ilində artıq 2 il idi ki, meşə hərəkatı başlamışdı. Elə ilk günlərdə Fumən ərazisi bu hərəkatın əsas mərkəzlərindən biri oldu. Zülm və zillətdən cana doymuş xalq bütün gücü ilə Mirzə Kiçik xanın köməyinə tələsdilər. Birinci Dünya müharibəsi amansız Rus ordusunun Gilana ayaq açmasına səbəb olmuşdu. Müharibələr bitib tükənmək bilmirdi. Gilanın hər tərəfini cansız cəsədlər doldurmuşdu. Yavaş-yavaş şəhərdə yoluxucu və ölümcül xəstəliklər yayılmağa başladı.
Növbəti qış mövsümündə müharibə, qıtlıq və aclıq bəlası Mirzənin həyatını da öz çənginə aldı. Mərziyyə də bu yoluxucu xəstəliklərdən birinə yoluxdu. Bir müddət sonra Mərziyyənin xəstəliyi daha da şiddətləndi. Bu ölümcül xəstəlik Südəmər Məhəmməd Təqiyə də yoluxa bilərdi. Ancaq təqdir bu oldu ki, həmin xəstəlik anasından ona keçmədi və o xəstəlikdən amanda qaldı. Mərziyyə cəmi 28 yaşında gənc bir qadın olmasına baxmayaraq xəstəliyə tab gətirə bilmədi və beləliklə xəstəlik onun həyatına son qoydu. Ölüm küləyi bir tufan kimi Mirzənin həyatını alt-üst elədi və Mərziyyəni ondan aldı. Bundan sonra Mirzə bu həyat yükünü tək başına daşımalı idi. Mərziyyənin yoxluğunu, uşaqların həsrətini və hamısından çox Məhəmməd Təqinin ağlamağını və dözümsüzlüyünü. Hədisdə var ki, uşağın ağlamağı ilk öncə Allahın təkliyinə, sonra isə Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin nübüvvətinə şəhadət verməkdir. Uşağın sadə fitrəti ilk olaraq onun Allahı dərk etməsi üçündür. O, öz ehtiyacları vasitəsilə birbaşa Allahı dərk edir. Uşağın öz ehtiyacları üçün ağlamağı da əslində Allahı çağırmaqdır. Bir müddət sonra başlayır ata-anasını tanımağa. Yəni, artıq anlayır ki, Allah onunla ehtiyaclarının təmin edilməsi arasında bir vasitə qoymuşdur. O vasitə də ata-anadır. Uşaqda belə bir boşluq meydana gələndə, körpənin lətif ruhu və fitrəti hələ də fəal vəziyyətdə olur. Və bu vasitənin olmaması ilə yaranan bu boşluq, onun Allahla rabitəsinin birbaşa olmasına zəmin yarada bilər. Yəni, Allaha olan diqqəti və bağlılığı daha güclü ola bilər. Allah Rəsulu sallallahu əleyhi və alihi və səlləmin dünyaya gəlməmişdən öncə atasını itirməsi, sonra isə anasını itirməsi ilahi tərbiyədən başqa bir şey deyildi. Buyurur ki, Əddəbəni Rabbi fə əhsənə tə'dibi. Allah Taala'nın özü mənim təlim tərbiyəmi öz öhdəsinə götürmək istədi və necə də gözəl və ali dərəcədə tərbiyə etdi. 1297-ci şəmsi ilində İngilislər muzdurların və Rus qazaklarının köməyi ilə Rəşdi ələ keçirdikdən sonra meşə hərəkatının qüvvələrini sıxışdırdılar. Fumen ərazisinin elə bir yeri yox idi ki, orada əcnəbi qüvvələr olmamış olsun. Muzdurlar hər gün məhəllələrə hücum edirdilər. İnsanlar isə qorxudan evlərini tərk edib gedirdilər. Həmin günlərin birində qazaklar qarət üçün Fumenin yuxarı məhəlləsinə hücum etdilər. Mirzənin ailəsi qorxu və vəhşət içində qaçmağa çalışarkən Məhəmməd Təqini unudub evdə qoymuşdular. Mirzə xəbəri eşidən kimi qaçaraq evə qayıtdı və Məhəmməd Təqini həsirə bürünmüş halda evin bir küncündə tapdı.
1300-cü şəmsi ilindəki xəyanətlər nəticəsində meşə hərəkatı məğlub oldu və bu hadisə zamanı Mirzə Kiçik xan da şəhid oldu. O günlərdə Məhəmməd Təqinin 5 yaşı var idi və baş verən hadisələri qavraya bilmirdi. Ancaq anasının yoxluğunu bütün vücudu ilə hiss edirdi. Atası nə etsə də onda olan bu boşluğu tam şəkildə doldura bilmirdi. Məhəmməd Təqinin ana məhəbbətinə ehtiyacı var idi. Allahu Ekber, Elhamdülillah. Özündən böyük bir bacısı var idi. Təxminən 12-13 yaşlarında bir qız idi. Qardaşının təlim tərbiyəsini öz üzərinə götürmüşdü. Deyir ki, mən balaca olanda, məsələn 4-5 yaşım olanda, bacım bağda nəsə əkirdi. Mən də onun arxasınca düşmüşdüm. Bacım əkdiyi şeyin üstünə torpaq tökürdü. Mən isə onun nə etdiyini anlamırdım və onun əkdiklərini torpaqdan çıxardırdım. Bir xət boyunca gedəndən sonra mən axırda hamısını dəstələyib ona verdim. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu İyyâke na'budu ve iyyâke nestaîn. O, özünü bacısına çox borclu bilirdi. Fikrimcə, bacısı 1352-ci şəmsi ilində dünyasını dəyişdi. Təlqini də ağanın özü oxumuşdu. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد له كفوا أحد الله شو بیا دخم خب جود Məhəmməd Təqi 7 yaşına çatanda, Fumənin yuxarı məhəlləsində olan Molla Hüseyn Kukəbinin mədrəsəsinə getdi. Hələ də Fumənin yaşlı kişiləri mollanı və onun uzun çubuğunu yaxşı xatırlayırlar. Ağa Behçət məndən 1-2 yaş böyük idi. Həm 1-2 yaş böyük idi, həm də mədrəsəyə məndən tez getmişdi. Mədrəsənin divarında bir taxça var idi. Müəllim olmayanda həmin taxçanın üzərində oturardı və uşaqlara nəzarət edərdi. Hətta sinif yoldaşlarından biri deyirdi ki, çöldə özünü çox sakit aparsa da, məktəbdə çox ciddi idi. Sinif nümayəndəsi olanda hamını əskər kimi sıraya düzürdü və heç kimlə zarafat etmirdi, zarafat da götürmürdü. Məndən 1-2 yaş böyük idi. Ona görə də bizimlə oyun oynamırdı. Ümumiyyətlə, mən onunla heç oynamamışam. Bizdən fərqli olaraq az çörə bayıra çıxardı. Heç kim Ağa Behçət qədər ömrünə qarşı həssas deyildi. O qədər öz anlarının və vaxtının qədrini bilirdi ki, lazımsız görüşlərə və təmtaraqlı mərasimlərə vaxt ayırmazdı. Bizim gördüyümüz böyük insanlardan biri də Şeyx Cavad Ənsari Həmədani idi. Həmədanda yaşayırdı. O da fövqəladə bir insan idi. Hətta bir gün mən Ağa Behçətə israr etdim ki, Şeyx Cavad Ənsari Quma gəlib. Olmaz ki, siz bir görüş təşkil edəsiniz. Onların hər ikisi də fövqəladə şəxslər idi. Dedi ki, xeyr, hər kəs özü üçün. Mən nə qədər israr etdimsə, gəlmədi. Sonda bir gün mənə dedi ki, Şeyx Cavad, məni bir gün qəbrə qoyanda, məndən soruşacaqlar ki, Rəbbin kimdir? Mən gərək buna bir cavab hazırlayayım. Peyğəmbərin kimdir deyə soruşanda, gərək cavabım olsun. Kitabın nədir deyə soruşanda,
gərək cavabım olsun. İmamın kimdir deyə soruşulanda gərək cavabım olsun. Halbuki Ənsari kimdir sualını məndən soruşmayacaqlar. Ənsari hər kimdirsə özü üçün bir şəxsdir. Uşaqlar mədrəsəyə getdikləri ilk 2-3 il ərzində o dövr üçün lazım olan hər şeyi öyrənirdilər. Adi yazıb oxumaqdan tutmuş, Sədi Şirazinin Bustan və Gülüstanına qədər biraz da hesab-kitab öyrənirdilər. Beləcə, təhsil bununla da bitirdi. O zamanlarda oğlan uşaqları atalarına kömək edirdilər və bu bir neçə illik mədrəsə təhsilindən savayı başqa bir təhsil ala bilmirdilər. Bir tərəfdən də o zamanda olan mədrəsə müəllimləri əllərindəki çubuqlarla təhsilə olan az-çox marağı da öldürürdülər. Bir dəfə müəllimimiz onun əlinə çubuqla vurmuşdu. Atası çox narahat olmuşdu. Belə bir şeir yazmışdı. Canımın parasına çubuq vurmaq nə demək? Bağıma, bostanıma çubuq vurmaq nə demək? Bu şəhleyhanıma çubuq vurmaq nə demək? Bu ləbi dəndanıma çubuq vurmaq nə demək? Bağıma, bostanıma çubuq vurmaq nə demək? Bil ki, bundan sonra çubuq vursan ona sən, ona yox, elə bil, Behcətə vurdun onu sən. Yəni, elə bil, məni vurmusan. Bu şeiri aparır və ustad şeirə baxıb deyir ki, Məhəmməd Təqi, məndən atana şikayət etmisən, beləcə uşağa daha çox məhəbbət göstərməyə başlayır. Bir gün qış fəsli idi. Bir neçə nəfər idik. Bizə dedi ki, evə getməyin, hava soyuqdur, burada oturun. Çörək və yumurta alıb yeyərik. Belə də etdi. Həmin gün biz Ayətullah Behcətin qonağı olduq. Mədrəsədə və Molla Hüseynin dərslərində keçən illər artıq sona çatırdı. Ancaq təhsil eşqi Məhəmməd Təqinin vücudunda bitib tükənmirdi. Məhəmməd Təqinin istedadı günü-gündən daha çox nəzərə çarpırdı. Bu isə Mirzəyə hər dəfə ona illər öncə verilmiş müjdəni xatırladırdı. Məhəmməd Təqi elm-əhli olan atasının yanında bu istedadları tanıyır və ciddi şəkildə ona doğru can atırdı. Buna görə də yavaş-yavaş ətrafındakı uşaqlardan seçilməyə başlayırdı. Fumənin həmin dövrdəki dini hövzəsi o qədər də inkişaf etməmişdi ki, 10 yaşında istedadlı bir uşaq olan Məhəmməd Təqini özünə cəlb edə bilsin. Ancaq o, bir yerdən başlamalı idi. Fumənin o dövrdəki alimlərini kimsə doğru düzgün xatırlamır. Ancaq mərifət əhli olan tanınmış mujtehid Şeyx Əhməd Səidi hələ də insanların yaddaşında qalmaqdadır. Mərhum Şeyx Əhməd Səidinin bir qardaşı var idi. Şeyx Cəfər adında. Şeyx Cəfər Rəşd sakini idi. Ancaq Şeyx Əhmədin özü bəzən Rəşddə olurdu və bəzən də Fuməndə. Bunlar Şeyx Hüseyn Səidinin oğlanları idilər. O, Fumənin yuxarı məhəlləsində bir məscid inşa etmişdi və bəzi mülkləri də ora vəqf etmişdi. Ayətullah Şeyx Əhməd Səidi Nəcəf dini hövzəsində təhsil almış,
və Axund Xorasani kimi böyük bir alimin şagirdlərindən biri olmuşdu. Şeyx Əhməd Məhəmməd Təqi üçün təqva və əməldə bir nümunə idi. O hövzəyə və dini dərslərə gedən yolu onun üçün açan bir mənəvi alim idi. İllər sonra Məhəmməd Təqi Bəhcət Nəcəfdə ustadı barəsində söz açanda anlayır ki, mərhum Şeyx Əhməd Səidi və qardaşı Şeyx Cəfər hələ də burada iki parlaq ulduz kimi tanınırlar. İlahi alimdən başqa heç kəsdə elm yoxdur. Elm əhli axtarıb, yer üzündə ilahi alim tapmalıdırlar və dini ondan öyrənməlidirlər. Allah Taala lütf qanununa əsasən özünə vacib bilir ki, insanların əlindən tutması üçün peyğəmbərlər göndərsin. Bu dövrdə də belə övliyaları göndərib ki, insanları doğru yola hidayət etsinlər. Ona görə də Ayətullah Behçət elə uşaq vaxtından Allah Taalanın xüsusi təlim-tərbiyəsi ilə böyüyüb. Elə isə elə bir alimin arxasınca getmək lazımdır ki, sizi Məhəmməd və Ali Məhəmmədin vilayətinə doğru yönəltsin. Səhv eləmirəmsə, ağanın atası namaz qılmaq üçün o məhəllənin məscidinə gedərdi. O məscidlə onların dükanının arasında az bir məsafə var idi. Ağa da kiçik yaşlarından təxminən 7 yaşında atası ilə birlikdə namaza gedərdi. Və beləcə həmin məscidin əhli olur. Və Şeyx Əhmədə xüsusi məhəbbət bəsləyir. Bir gün ağa evə gələndə görür ki, küçədə çox sayda insan toplaşıb. Soruşur ki, bunlar kimdir? Həmin şəxslər ağanın mədrəsə yoldaşları imiş. Deyirlər ki, bunlar sizin hərəmə və ya məscidə getməyinizi gözləyirlər ki, sizinlə birgə getsinlər. Ağa da onlara təşəkkür edir və xoş gəldiniz deyir. Biz soruşduq ki, ağa, siz niyə bunlara təşəkkür etdiniz? Axı biz onların gəlib burada dayanmalarından narahatıq. Yaxşı deyil, cəmaatın ailəsi uşağı keçmək istəsə, gərək insanların arasından keçib getsinlər. Problem yaradır axı. Ağa dedi ki, düzdür, bağışlayın, üzr istəyirəm. Mən bundan qafil oldum. Mən bu insanları görəndə yadıma bir şey düşdü. O zaman ağa uşaq yaşlarında 10-12 yaşında olanda Şeyx Əhmədin qapısına gələrmiş və dayanıb gözləyərmiş ki, evindən çıxsın və o da onunla birlikdə getsin. Dedi ki, mən hiss etdim ki, bunlar həmin göstərdiyim ədəbin cavabıdır. Ədəb hüzurun dərkidir. Hüzuru dərk edəndə özünü onun dərgahında görürsən. Nə qədər ki, o var, xəta etmərsən. Və gözəl bilirsən ki, o bir an belə olsun, gözünü səndən ayırmır. Məhəmməd Təqinin öz ustadı Ayətullah Səidinin hüzurunda göstərdiyi ədəb dostlarının dilinə düşmüşdü. Bu ədəb ikisi arasında dərin bir bağlılığa gətirib çıxartmışdı. Bu məhəbbət Məhəmməd Təqini saatlarla ustadının intizarını çəkməyə vadar edirdi. Bir gün belə bu əməli tərk etmirdi. Bu isə yavaş-yavaş onun vücudunda bir fəzilətə çevrilmişdi. Şeyx də ona dərin bir məhəbbət göstərirdi. Sanki bu iki nəfər bir-birinin kənarında hansısa bir hədəfin ardınca-idılar. Ola bilsin ki, Məhəmməd Təqi şeyxin vücudunda olan gövhərin ardınca-idi. Şeyx isə onda görməli olduğu şeyi görə bilmişdi. Bu böyük şəxsiyyəti yaxından tanıyanların hamısı yekdilliklə bunu təkid edirlər və bu sözü təsdiq edirlər ki, o, özünü tanıyandan bəri və bu ilahi yola qədəm qoyduğu, bu yolda addım atdığı zamandan, bu maddi dünyada yaşadığı son anlarına kimi öz yolunda möhkəm idi. Əzimkar idi. Mirzənin çörəkçi dükanı Fumənin Cümə məscidinin yaxınlığında və dini hövzənin kənarındaydı. Muhammed Təqi dərsdən sonra atasının dükanına gedərdi. Bəzən atasına kömək edərək
Mirzənin məktublarını cəmaata çatdırardı. Bəzən də piştaxta arxasında dayanar və çörəyin çəkisi az olmasın deyə atasının unu və çörəyi necə diqqətlə tərəzidə çəkdiyinə tamaşa edərdi. Atasına tamaşa edərdi ki, necə onun yanına gələn hər bir şəxsin dərdini dinləyir və əlindən gələni onlar üçün əsirgəmirdi. Bir gün uşaq vaxtında atasının piştaxtası arxasında oturmuşdu. Birdən bir uşaq gəlir və çörək istəyir. O da soruşur ki, bu pulları hardan gətirmisən? O da deyir ki, əmimin sandığından götürmüşəm. Mən adətən belə edirəm. O da çörəyi verir və deyir ki, get bu pulu qoy yerinə. Bundan sonra əvvəl icazə al, sonra götür. Bu sual insanın zehninə gəlir ki, bu qədər diqqətli olması hardan qaynaqlanırdı? Bu qədər incəliyə varması hansı səbəbə görə idi? Allah Taala onun zatını şəffaf və nurani etdi və öz zamanının bütün imkanlarını onun ixtiyarında qoyaraq onu ucaltdı. Fikrimcə, onun mərhum atası elə ilk vaxtlardan bu xüsusiyyətə malik imiş. Yəni, uşaqlara dini məsələləri, şəriət hökmlərinin əsaslarını və halal haramları və bütün bunları gözəl bir şəkildə təlim verməyi bacarırmış. Bəzən bizə tövsiyə edirdi ki, öz uşaqlarınızla bəhs edin və bunu dəfələrlə bizdən tələb edirdi. Yadımdadır, Allah Taala bizə ilk övladımızı nəsib edəndə, nə zaman yanına gedərdik və hal əhval tutardıq, birinci soruşardı ki, həkimə xanımla bəhs edirsənmi? Qızım uşaq idi, körpə idi, 1-2 aylıq idi. Biz də qalmışdıq belə ki, görəsən məqsədi nədir? Bəhs deyəndə nəyi nəzərdə tutur? Yəni, nə edək? Soruşduq ki, bu sözdən məqsədiniz nədir? Deyərdi ki, xeyr, o başqa bir dünyadan gəlib, onda bəzi elmlər var və siz gərək ondan faydalanmalısınız, bəhs edəsiniz onunla. Deyirdi ki, bəhs edin. Nəzərə alaq ki, bəhs iki tərəflidir. Yəni, həm siz ondan faydalanmalısınız, həm də o sizdən faydalanmalıdır. Unutmayaq ki, körpə dünyaya gələndə ətraf aləmdən təsirlənir. Ona görə də bu çox tərbiyəvi əhəmiyyətə malik, maraqlı bir nöqtədir. Ağanın özü də uşaqlara, övladlarına qarşı çox məhəbbət göstərərdi. Buyurardı ki, uşaq məhz məsum olduğu üçün insanı özünə cəlb edir. İnsanı ona tərəf çəkən onun məsumluğudur. Bəzi hallarda söhbətlərindən ümumi olaraq belə nəticə çıxartmaq olurdu ki, yetkinlik dövründən əvvəl belə günaha bulaşmayıb. Mərhum Ayətullah Seyid Əhməd Fehri, bilmirəm özündən deyirdi, ya atamdan nəql edirdi ki, mərhum Ayətullah Behçət əməli cəhətdən ismətə sahib idi. Çünki yetkinlik yaşına çatan andan etibarən son anına kimi günah etməmişdir. Ona görə də buna əməli ismət deyilir. O, uşaqlıq məsumluğunu ömrünün sonuna kimi qoruyub saxlaya bilmişdi. Ayətullah Behçət günaha meyl belə göstərmirdi. زید سلام الله علیه که ما او را معصومش میدونیم از خطیئه نه از خطأ معصوم از خطیئه و خطأ به طوری که همه درست تاریخدان باشن قبول خواهند کرد همین 14 معصوم همینا هستند اما غیر اینها باید یکی یکی hesab بکنیم. Yol açıqdır. Mən cəddə vəcəd və mən qara'a bəbən vələccə vələc. Hər kim əzmkarlıq göstərsə və bu əzmkarlığın kənarında əməl də olsa, İnnə lə nudi'u əcrə mən əhsənə əmələ. Məhəmməd Təqi uşaqlıq günlərini
bir-birinin ardınca geridə qoyurdu. Uşaqlıq paklığını və məsumluğunu olduğu kimi qoruyub saxlaya bilsə də, ətrafında baş verən məsələlərə daha ciddi və dərin yanaşırdı. Bütün bunlar onun zehnini suallara qərq edirdi. Bu suallara Fuməndə cavab tapa bilmirdi. Artıq getmək zamanı idi. Elə bir yerə getməli idi ki, orada onun könül quşunun pərvaz etməsinə bir fürsət olsun.